Hər vaxtınız xeyirli olsun, hörmətli tamaşaçılar, dəyərli izləyicilər. Bugün fevral ayının 9-u, həftənin bazar ertəsi günü 2026-cı ildir. Son dəqiqə bir xəbərimiz var, onu nəzərinizə çatdırırıq. Daxili İşlər Nazirliyindən insan alveri ilə bağlı müraciət var. Müraciətdə qeyd olunur ki, xaricə gedərkən ehtiyatlı olmaq lazımdır. Nələrə diqqət etmək lazımdır? Saxta elanlara inanaraq xarici ölkələrə səfər edən bəzi vətəndaşların sənədləri əllərindən alınır. Onlar məcburi əməyə, cinsi istismara məruz qalır və sonda insan alverinin qurbanına çevrilirlər. Bəs bu kimi hallarda qorunmaq üçün nə etməliyik sualının cavabına gəlincə isə xaricdə yüksək məvacibli iş və təhsillə bağlı onlayn təklif aldıqda Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı mübarizə baş idarəsinə 152 qaynar xəttinə müraciət edərək konfidensiallıq təmin edilməklə ödənişsiz məsləhət ala bilərsiniz. Getmək istədiyiniz ölkədə akreditasiya olunmuş Azərbaycan Respublikasının diplomatik nümayəndəliyi və ya konsulluğu ilə əlaqə saxlayıb elanın həqiqiliyini dəqiqləşdirə bilərsiniz. İş və təhsil təklif edən şirkətin, eləcə də fiziki şəxsin xüsusi icazəsini, yəni lisenziyasını tələb edə bilərsiniz. Bağlanacaq əmək müqaviləsinin surətini istəyə bilərsiniz. Yəni bütün bunlar ehtiyat tədbirləridir. Bununla da bitmir ehtiyat tədbirləri. Ölkə hüdudlarını tərk etdikdən sonra diqqətli olmalı. Şəxsiyyətinizi təsdiq edən sənədləri heç kimə etibar etməməlisiniz. Əmək fəaliyyəti ilə məşğul olarkən əmək müqaviləsi bağlamalı. Sizə qarşı edilən istənilən qanuna zidd əməl barədə dərhal yerli polis orqanına, eləcə də həmin ölkədə fəaliyyət göstərən diplomatik nümayəndəliyinizə və ya konsulluğa müraciət etməlisiniz. İnsan alveri haqqında məlumatlar qurbana çevrilmə Daxili İşlər Nazirliyinin müraciətində belə deyilir.